أليس الله بكاف عبدا. Bismillahirrahmanirrahim. Allahümme lekel hamdu hamden kesiran tayyiben mübareken fih. Vessalatu vesselamu ala Rasulina ve Habibina ve Seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Əziz və dəyərli izləyicilərimiz, Nəvəvinin 40 hədis kitabında növbəti ecazkar 4-cü hədisin şərhi ilə tanış olmağa başlayırıq. Hədis xilqətin, yaradılışın mərhələlərindən bəhs eləyir. Əbu Abdurrahman Abdullah ibn Məsud radiyallahu anhu rəvayət eləyir ki, Əs-Sadiq Əl-Məsduq, yəni doğru danışan və sözü təsdiqlənmiş Allahın elçisi sallallahu aleyhi və səlləm buyurdu. Həqiqətən sizin hər birinizin xilqəti anasının bətnində 40 gün nütfə olaraq toplanar. Bir o qədər də müddət laxta qan halında, bir o qədər də ət parçası şəklində qalar. Sonra ona bir mələk göndərilər. Ona ruh üfürülər və mələk 4 şeyin yazılması ilə əmr olunar. Ruzisini, əcəlini, əməlini, xoşbəxt yaxud bədbəxt olacağını. Və buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm, özündən başqa haqq məbud olmayan Allaha and olsun ki, sizin aranızda elələri var ki, bir ömür boyu cənnət əhlinin əməlini işləyər, cənnətlə onun arasında bir dirsək məsafə qalmış kitab, yəni qədər, onu qabaqlayar, o cəhənnəm əhlinin əməlini işləyər və cəhənnəmə girər. Eləcə də içinizdə elələri var ki, bir ömür boyu cəhənnəm əhlinin əməlini işləyər, cəhənnəmlə onun arasında bir dirsək məsafə qalmış yazı, yenə qədər, onu qabaqlayar, o cənnət əhlinin əməlini işləyər və cənnətə girər. Bu hədisi Buxari və Muslim rəvayət ediblər. Ravi barəsində nəyləri qeyd etmək lazımdır? Abdullah ibn Məsud Əl-Huzəli radiyallahu anhu. Sən nə biləsən ki, kimdir Abdullah ibn Məsud radiyallahu anhu? Rasulullah sallallahu aleyhi və səlləmin ən böyük sahabələrindən, ümmətin fəqihi. Peyğəmbərimizdən sallallahu aleyhi və səlləmdən ən çox hədis rəvayət edən sahabələrdən biri. Sahabələrin içində ən məşhur Quran qarilərindən biri. Sıralama etibarı ilə ilk İslama girən şəxslərdən 6-cısı. Abdullah ibn Məsud radiyallahu anhu hər iki hicrətin sahibidir. Həm Həbəşistan hicrətində, həm Mədinə hicrətində iştirak edib. Hər iki qibləyə namaz qılıb. Peyğəmbərimizlə sallallahu aleyhi və səlləmdən onun həyatı dövründə bütün qazavatlarda, bütün döyüşlərdə iştirak edib. Abdullah ibn Məsud radiyallahu anhu Qur'anı o qədər mükəmməl bilən sahabələrdəndir ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, hər kim Qur'anı nazil olduğu təravəti ilə oxumaq istəyirsə, İbn Məsudun qirayəti ilə oxusun. Abdullah ibn Məsud radiyallahu anhu cavanlığı ilə yanaşı o şəxsiyyətdir ki, çətin dövrlərdə Məkkə müşriklərinin qarşısında ilk dəfə Kəbənin önündə onlara meydan oxuyaraq ilk dəfə Quranı açıq-aşkar səsləndirən, Quranı oxuyan və bunun üçün ölümcül əzaba səbr eləyən sahabədir. Və bu sahabə Bədir savaşında ümmətin firavunu olan Əbu Cəhlin sinəsinin üstünə ayağını basıb, onun başını alıb Rasulullah sallallahu aleyhi və səlləmin ayaqlarının altına ataraq təqdim eləyən həmin dahi şəxsiyyətdir. Və Abdullah ibn Məsud radiyallahu anhu hicrətin 33-cü ilində özünün 66 yaşında Mədinədə vəfat eləyərək mübarək Bəqi qəbirstanlığında dəfn olunubdur. Diqqət edirsinizmi Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sahabələrindən danışmaq insana nə qədər fərəh gətirir? Bu yerdə yada düşən bir faydanı qeyd eləmək istəyirəm. Avropalı şərqşünaslardan biri deyir ki, əgər qərbdə sadəcə bir Ömər ibn Xattab səviyyəsində şəxsiyyət olsaydı, qərblilər səhər axşam onun haqqında danışardılar. Və Abdullah ibn Məsud radiyallahu anhu bu hədisi nəql eləyərkən Peyğəmbərimizi sallallahu aleyhi və səlləmi hansı vəsflə vəsf elədi? Əs-Sadiq Əl-Məsduq. Doğru danışan və doğruluğu təsdiq edilmiş. Alimlər bu iki kəlmənin fərqi barəsində deyirlər ki, Rasulullah sallallahu aleyhi və səlləm öz danışığında doğru danışandır və Allahdan gələn vəhyi insanlara çatdırarkən həmin o vəhy barəsində təsdiq olunandır. Yəni, sədaqətin və sadiqliyin kamillik dərəcəsindədir. Və Abdullah ibn Məsud radiyallahu anhu nə üçün bu hədisi bu müqəddimə ilə başlayır?
Əlbəttə bunun əhəmiyyəti var. Diqqət eləsək görürük ki, hədisin əvvəlindən etibarən çox mühüm, çox vacib, ana bətnində baş verən, bizim üçün qeyb olan, insanların heç birinin bilmədiyi, anlamadığı və xəbərdar olmadığı gizli qeyb xəbərləri gəlir. Və sanki ravi Rasulullah sallallahu aleyhi və səlləmi bu cür təqdim eləməklə oxucuya deyir ki, bunu mən demirəm. Daim Allahdan vəhy alan bir peyğəmbərin dediyidir. Bunu dinlə, bunu qarşıla, bu məlumatı qəbul elə. Hədisin ən vacib faydalarından biz nəyi görürük? Necə ki Allah Subhanahu wa Taala Quran-ı Kərimdə buyurur: "Və qad xalaqakum atwara." Bu Nuh surəsindədir. Biz sizi mərhələlərlə yaratdıq. Biz görürük əksər təfsirçilər həmin ayənin təfsirində məhz bu hədisi nəql edirlər. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Allahdan aldığı xəbərlə texnologiyanın inkişaf eləmədiyi, elmin bir bu qədər tərəqqi eləmədiyi dövrdə ana bətnində insanın əmələ gəlməsini mərhələli şəkildə, günbəgün mükəmməl bir şəkildə bizə xəbər verir. Əlbəttə bu öz növbəsində bu hədis bir peyğəmbərlik möcüzəsidir. Bir peyğəmbərlik möcüzəsidir. Artıq uzun zaman keçəndən sonra, artıq müəyyən elmi məlumatlar incələnəndən sonra bu məlumatların necə mükəmməl bir şəkildə təsdiqini tapdığını bütün dünya müşahidə edir. Subhanallah. Həmçinin hədisdəki faydalardan bizə məlum oldu ki, insan ana bətnində 120 gündən sonra, yəni 4 aydan sonra artıq ruha sahiblənir, o canlı bir insana çevrilir və hədisdə deyilir ki, mələk göndəriləndən sonra mələk əmr olunur. 4 şey yazmaqla əmr olunur. Əmr eləyən kimdir? Əmr eləyən əlbəttə uca Allahdır. Həmçinin hədisdə gördüyümüz budur ki, hədis məzmun etibarı ilə 2 hissəyə ayrılır. Hədisin birinci hissəsində xilqətin, yaradılışın başlanğıcından bəhs edilir və ana bətnində baş verən bəzi qeybi məlumatlar bizə çatdırılır. Yəni bu qeybdir. Hədisin digər hissəsində isə insan həyatının sonluğundan bəhs olunur. İnsanın qədərinə yazılanlar və insan həyatını necə başa vurur, sonu nə olur? Bu da ölümdən sonra baş verən hadisələrdir ki, əlbəttə bu da qeybdir. Elə isə, əziz qardaşlarımız və bacılarımız, digər mövzularda olduğu kimi bu hədis də bizə çox mühüm qeybi məlumatları verir ki, əslində qeybə iman müminin ən ali, ən dəyərli sərmayəsidir. Hətta diqqət eləsə işin başına, müminin imanının harasındadır qeyb? Başlıq imanın rükunlarını saymağa. Allaha iman qeybdən deyilmi? Biz Allah Subhanahu wa Ta'ala görməmişik. Peyğəmbərlərə iman qeybdən deyilmi? Kitablarına iman, axirət gününə iman, qəza və qədərə iman, mələklərə iman, hamısı qeybdir. Ona görə yəni, bu hədis də bu nöqteyi nəzərdən böyük bir əhəmiyyət kəsb eləyir. Müminin möminliyini təsdiq edən xüsuslardandır qeybdən xəbər verməsi ilə. Qeyd etmək lazımdır ki, ümmətin içində hər bir məsələdə olduğu kimi ifrata varan və təfritə sürüklənərək yolunu azmış 2 cərəyan mövcuddur qeyb məsələlərinin olan münasibətdə. Bunlardan bir qismi gözlərimizin görmədiyinə yaxud hiss eləmədiklərimizə, duyğu orqanlarımızla hiss eləmədiklərimizə inanmıram deyən maddiyyatçı bir kütlədir. Özlərini müsəlman adlandırmaqla yanaşı bu cür etiqad ortaya qoyurlar ki, bu böyük bir problemdir. İmanın əsasən qeyb olduğunu nəzərə alaraq bu insanlar İslamdakı sərmayələrini batırıblar. Uca Allah Quran-ı Kərimdə, məsələn, Bəqərə surəsinin əvvəlində və digər mühüm yerlərdə möminləri və müttəqiləri vəsf eləyərək, tərif eləyərək, öyərək, məhz ilk növbədə onların qeybə iman etdiklərini irəli sürür. Qeybə iman olmayaraq İslam yoxdur və iman yoxdur. Lakin həcm baxımından İslam ümmətinin içində bu məsələlərdə azğınlığa düçar olmuş, daha həcmli, daha böyük bir kütlə isə qeyb məsələsində aşırıya getmiş və sözün əsl mənasında bataqlığa qərq olmuş kimsələrdir. Bunlar qeybə iman etmək adına Allah Subhanahu wa Ta'ala xəbər vermədiyi bir çox şeylərə inanırlar. Öz təriqət şeyxlərinə təzim edirlər. Yuxulara, vəsvəsələrə, nağıllara, əsatirlərə, necə şeylərə tabe olub qeyb adına Allahdan qeyrilərinə ibadət etməyə başlayıblar. Rasulullah sallallahu aleyhi və səlləmin şəriətindən qeyri yollara düşüblər, uyublar ki, bu da əlbəttə bu ümmətin içində, ümmətin avamlarının inancından qeybə iman etmək potensiyasından istifadə edən dəcəllərin quraşdırdığı işlərdir. Biz bütün bunlardan Allaha sığınırıq.
Lakin əhl-i-sünnə və cəmaəyə görə qeybə iman etməyin meyarı və bu iki zəlalətin arasındakı orta yol qeyb barədə yalnız Allahdan aldığımız vəhyə əsasən xəbər vermək və imanımızı bunun üzərində qurmağımızdır. Necə ki, məlumdur ki, hətta peyğəmbərlər belə qeybi bilmirlər. Lakin bu hədisin timsalında Rasulullah sallallahu aleyhi və səlləm və digər peyğəmbərlər Allah subhanahu wa ta'adan vəhy aldığı üçün biz Allaha, eyni zamanda onun peyğəmbərlərinə bu məsələdə iman edirik, inanırıq və imanımızı məhz onlardan aldığımız qeybi xəbərlərin üzərində qururuq. Bundan qeyri qeybə müraciət eləmək, etimad göstərmək zəlalətdən başqa bir şey deyil. Qeyb yalnız, qeybin açarları yalnız uca Allahın əlindədir. Bu hədisdə deyilənlərdən danışarkən zikr olunması lazım olan vacib fayda, bu hədisdə dediyimiz kimi həm peyğəmbərlik möcüzəsi var, Rasulullah sallallahu aleyhi və səlləm qeybindən xəbər verir, həm uca Allah bizi bizim özümüzə tanıdır. Bizim kimliyimizi, hardan gəldiyimizi, hara getdiyimizi. O nöqteyi nəzərdən burada 3 mühüm qayə var. Bu hədisdə deyilənlərdə bizə yönləndirilmiş 3 mühüm məktub var. Birincisi, insan öz halına, öz yaradılışına və bütün bu mərhələlərə nəzər salsın. İmanını yeniləsin. Həqiqətən çox acınacaqlı haldır ki, insan dünyada baş verən müxtəlif qlobal hadisələrə və s. bəzən, məsələn, televiziya ekranlarında gördüyü tsunami, zəlzələ, bir şəhər batmaları kimi hadisələri görərək insan təsirlənir, təəccüblənir, Allaha zikr eləyir, bunun Allahdan bir nişanələr, ayətlər olduğunu xatırlayır, anır. Lakin bundan daha çox lazım olan insanın hər gün güzgüdə özünə baxdığı zaman Allaha zikr eləyib anmasıdır. Vallahi, uca Allah nə qədər möcüzələr, nə qədər ecaz xalq etməyinə baxmayaraq, bizim üçün ən yaxın, ən təsirli və ən əlçatımlı ayətləri və möcüzələri bizim öz üzərimizdə xalq eləyibdir. Biz birinci növbədə bunları görməliyik. İnsan baxsın, subhanallah, öz əzalarından, insanın gözü, qulağı, burnu nə qədər mükəmməldir. İnsanın ürəyi və digər daxili orqanları necə nizamla çalışır. İnsanın üzündəki əzalar necə gözəl tərtibatla yerləşdirilibdir. İnsanın sadəcə biləkdən yuxarı bir əlində 17 oynaq mövcuddur. Subhanallah, hər cür biz Allah Teala bunu bizim istismarımıza verib. Oynaqların heç birindən səs gəlmir. Heç biri titrəmir, heç biri boşalıb sallanmır, bir ömür boyu bizə mükəmməl xidmət eləyir. Subhanallah, baxın əlimizin dərisi nə qədər mükəmməl yaradılıbdır. Dəmir kimi pastamır, taxta kimi tiftiklənmir, əski kimi sıradan çıxmır. Halbuki həmin bu dəri ilə, bu əllə biz dəmirlə də müamilə eləyirik, taxta ilə də rəftar eləyirik, parça ilə də davranırıq. Və nəhayətdə yatanda da başımızın altına qoyuruq. Ən əziz, ən yumşaq bir material kimi. Bunlar hamısı Allah subhanahu wa ta'ala ayətləridir. Möcüzə axtarmaq üçün uzağa baxmaq lazım deyil. Allahu Teala bu hədisdə və bunun mislində olan naslarda bizə məhz bunu deyir. Uca Allah Quran-ı Kərimdə buyurur: وَلَقَدْ جَعَلْنَا فِي السَّمَاءِ بُرُوجًا وَزَيَّنَّاهَا لِلنَّاظِرِينَ Biz səmada ulduzlardan ibarət bürclər yaratmışıq və onu baxanlar üçün, baxan insanlar üçün bəzəmişik. Subhanallah, insan bəzən bahalı bəzək əşyaları alarkən, başqa zinət axtararkən insan düşünürmü ki, heç bir vaxtı əldə eləyə bilməyəcəyi necə zinətlər Allah subhanahu wa ta'ala məhz onun üçün xəlq eləyib onun ətrafında, onun ayağının altında və başının üstündə. İnsan bütün bunları xatırlasın, ansın. Bunun mislində olan hədislər bizə birinci növbədə bunu deyir. İkinci növbədə, çox mühüm məqam, insan özünü tanısın, özünü həqir görsün, bir şey sanmasın. Nədən yarandığını, necə yarandığını ansın. Və bu dünyada hardan gəlib, hara getdiyini, necə gəlib, necə getdiyini tədəbbür eləyərək zəif məxluq olduğunu anlasın. Bu insana nə verəcək? İnsana təkəbbürdən, qürurdan, həm riyadan, hər cür azğınlıqdan, ən azı unutqanlıqdan uzaq tutacaq ki, o unutqanlıq insana Allahı unutdurur və insanı Allahdan uzaq salır. Allah subhanahu wa ta'ala buyurur Quran-ı Kərimdə: Ya eyyuhəl insanu, mə qarrəkə bi rabbikəl kərim. Ey insan, səni kərim olan Rəbbinə qarşı aldadan nədir? Vallahi bu ayə bu mövzuda kifayət deyilmi? Və üçüncü fayda, bu hədisdə deyilənlərdən insanın dirilişi, yəni qiyamət günü insanların yenidən dirilməsini, məhşəri ansın.
bu hədis bu barədə bizə nə fayda verir? Allah subhanahu və teala bizi yoxdan var eləyərkən, biz cansız olduğumuzda bizə ruh verərkən, Allah subhanahu və teala ölmüş bədənləri yenidən diriltməyə qadir deyilmi? Allah subhanahu və teala Quran-ı Kərimdə buyurur: "Əvələm yərəv keyfə yubdi'ullahul xalqa, thumma yu'iduh." Onlar görmürlərmi ki, Allahu Teala bu xəlqi, bu yaradılışı necə başladıb və onları sonra yenidən yaradacaq? Ayənin ardında Allah subhanahu və teala buyurur: "Zəlikə aləllahi yəsir." Bu Allah üçün asandır. Vallahi asandır. Hədisin ardında deyilir ki, 120 gündən sonra, yəni o müəyyən müddətdən sonra insana ruh üfürülür. Və alimlərimiz bu deyimdən bir neçə fiqhi əhkamlar istixrac ediblər, çıxardıblar. Birincisi budur ki, 4 aydan sonra ana bətnində yaradılış artıq insan hesab edilir. Yəni, hətta ana bətnində uşaq tələf olarsa, artıq onun üçün cənazə namazı qılınır. Yuyulur, kəfənlənir, normal bir insan kimi dəfn edilir. Kiçik olmağına baxmayaraq, balaca olmağına baxmayaraq, hətta ona ad qoyulur və əqiq qurbanı kəsilir. Dəfn ediləcəksə belə, çünki artıq bu insandır. Eyni zamanda buradan çıxardılan ən vacib faydalardan biri, 4 aya qədər ana bətnindən uşağın alınması barəsində alimlərin mülahizələri var. Məsələ çox həssas və ciddidir, qorxuludur. Lakin 4 aydan sonra o ki artıq insan sayılır, ona ruh üfürülübdür. 4 aydan sonra ana bətnindən uşağın alınmasının hökmü tamamilə haqsız yerə, günahsız bir insanı öldürməyin hökmüdür. Bunlardan Allaha sığınaraq. Və qeyd olunur ki, hədisdə Allah subhanahu və teala əmr eləyir və mələk 4 şey yazır: əcəlini, ruzisini, əməlini və aqibətini. Əcəl burada ömürdür. İnsan ömrü yazılır, hər nə qədər yaşayacaqsa. Ruzisi də məlumdur. İnsan bu dünyada hər nə qədər nədən yeyəcəksə və içəcəksə, mükəmməl bir şəkildə insanın qədərində qeyd edilir. Lakin çox təəssüflə qeyd etmək lazımdır ki, müsəlman ümmətinin içində mövcud olan xəstəliklərdən biridir ki, müsəlman ümməti biz əcələ yəqinliklə, qəti şəkildə inandığımız kimi ruzi məsələsində inana bilmirik. O məsələdə axsayırıq. Təvəkkülümüz və yəqinliyimiz daha zəifdir. Bir daha qeyd edilək ki, bu böyük bir xəstəlikdir, böyük fəsadlara və uçurumlara aparır. Bunun müalicə olunması lazımdır. Bu hədis bizə bunu öyrədir ki, sənin əcəlin də, ruzin də yazılıbdır. Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin buyurduğu kimi, heç kim özünə yazılan ruzini yeməmiş, ölüb bu dünyadan getməyəcək. Əməlinə gəlincə isə, əməli insanın bu dünyada eləyəcəyi hər bir əməldir. Bunlar insanın qədərində qeyd olunur. Eyni zamanda insan ümumən dünyada əməli xeyirmi, şərmi olacaq, həmçinin o da o nöqteyi nəzərdən insanın qədərində qeyd olunubdur, yazılıbdır. Ondan sonra deyilir ki, insanın xoşbəxt və ya bədbəxt olacağı bu insanın cənnətə mi, cəhənnəmə mi gedəcəyinə dairdir. Bu həqiqi bir müsəlman fəhmidir. Çünki insan Allah uzaq eləsin, işin sonunda cəhənnəmə girərsə, hansı xoşbəxtlikdən söhbət gedə bilər? Yaxud Allah subhanahu wa ta'ala hamımıza nəsib eləsin, insan işin sonunda cənnətə girərsə, hansı bədbəxtlikdən danışmaq olar? Ona görə burada insanın xoşbəxtmi, bədbəxtmi olacağı deyərkən, həqiqi anlayış olaraq insanın cənnətə mi, cəhənnəmə mi gedəcəyi onun qədərində yazılır. Qədərində yazılır deyərkən fayda olaraq zikr eləyək, həmin bu yazı hara yazılır? Bəzi alimlər mülahizələrində qeyd ediblər ki, onu mələklər özlərinə xas olan səhifələrdə qeyd edirlər. Lakin bir qism alimlər də bunun bizdə el dilində alın yazısı ki deyirlər, bunun məhz insanın alnına yazıldığı deyilir. Qeyd eləmək lazımdır, qədərin 4 halı var. Birincisi, Allah subhanahu wa ta'alanın əzəldən öz yanında olan Lövh-i Məhfuz adlanan kitabda qeyd etdikləridir. Bütün xilqət, bütün məxluqatın hamısının əvvəlindən sonuna qədər necəliyi, nəcürlüyü, nə vaxtacan olacağı hamısı mükəmməl bir şəkildə qeyd edilibdir. Və bu kitab dəyişilməzdir, bu Allahın yazısıdır. Bu ümumi qədərdir.
İkincisi, ömrün qədəridir. İnsana bir ömürlük qədər yazılır ki, bu da hədisdə qeyd olunan ana bətnindəki insanın alın yazısıdır. Digəri, ilin qədəridir. İllik qədər yazılır. Bu da Qədr surəsinin təfsirindən və digər hədislərdən bildiyimiz kimi Cəbrail əleyhissələmin nazil olmağı ilə hər il Ramazanda Qədr gecəsində qədər barəsində aparılan qeydiyyatdır. Digəri isə insanın gündəlik qədəridir. Gündəlik. Allah subhanahu wa ta'ala hər gün kiməsə nəyisə təqdir edir. Və yəsəlunə mən fis-səmavati vəl-ard kullə yevmin huve fi şə'n. Bütün yerdə və göydə olanlar hamısı öz hacətlərini ondan istəyirlər, Allahdan istəyirlər və o hər gün iş başındadır. Hər gün kimisə öldürür, kimisə dirildir, kimisə şəfa verir, kimisinə xəstəlik verir, kimisinin ruzisini daraldır, kimisinin ruzisini genişləndirir. Allah subhanahu wa ta'ala bu qədər toxumu düzərdir, bu qədər yarpağı xəlq eləyir, bu qədər yarpağı tökür, yağış yağdırır, buludu aparır, külüyə əsdirir və s. və s. və s. Hamısı Allah subhanahu wa ta'alanın xəlqidir ki, günün əvvəlində də bunların qədəri yazılır və qeyd edilir. Və bununla kifayətlənək, inşallah növbəti buraxılışımızda bu 4-cü hədisin gözəl şərhi davam eləyəcək. Və sallallahu və səlləmə alə nəbiyyinə Muhammed. أليس الله بكاف عبدا